Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Yevlax şəhər stadionundayıq. Misli Premyer Liqasının 28-ci turu Karvan Yevlax Şamaxı matçı ilə davam edir. Danışacaq bütün bunlar barədə. Hələlik seyirlərə baxaq. Meydan sahibi Karvan Yevlaxdan başlayırıq. Qapıda 99 nömrə Pedro Mateusz, 6 Vadim Abdullayev kapitan, 33 Elton Turabov, 13 Vüsal Məsimov, 14 Uğur Cahangirov, 16 Rauf Rüstəmli. Gəpəzdə maçın əsas qəhrəmanlarından 3 gol vurmuşdu. 5 Emir Rüstəmov, 20 Joyce Lady Mikkels, 2 Shaquille Snow, 8 Peter Kings və 21 İmani Barker. Komandanın baş məşqçisi Füzuli Məmmədov. Hakimlər briqadası baş hakim Emin Əliyev, onun köməkçiləri Zeynal Zeynalov, Müslüm Əliyev, 4-cü hakim Rəşad Əhmədov, var hakim Əli Əliyev, onun köməkçisi Rahil Ramazanov, hakim inspektor Ceyhun Haşimov və AFA nümayəndəsi Namiq Əliyevdir. Şamaxının heyətinə gəlincə, qapıda 62 nömrə Abdullah Seydəhmədov, 5 Arsin Ağcabəyov, kapitan, 97 Oruc Məmmədov, 82 Rüfət Abbasov, 7 Eder Adilxanov, bu futboldur və istənilən halda Karvan Yevlax hər halda sonra da mübarizə aparacaq. Beləliklə, start səslənir və Karvan Yevlax Şamaxı matçı start götürdü. Meremeyevdən ötürmə cərmə meydançası önündə Emir Rüstəmov geri qaytarır topu. Yaxşı ötürmanlı Rüfət topladı. Qapı qarşısına göndərilən Tova Rossi! 7-ci dəqiqə. Az əvvəl Şamaxının ən məsullar oyuncusudur dediyim Rossi bu qolla mövsümdə vurduğu qolların sayını ona çatdırır. Bu mövsüm Karvan Yevlaxın qapısına bir dəfə də yol tapıb bu futbolçu. Dördüncü tur Karvan Yevlaxla maçda fərqlənmişdi. Baxırıq bu epizodun təkrarına. Bax, burada bir qədər müəyyən qədər incələnməli məqam var. Və oyundan kənar vəziyyət. Qol qeydə alınır. Qapıya zərbə endirilir. Abdullah Seydəhmədov. Əl oynadı bu epizodda. Komandasını qoldan xilas edir Abdullah. Karvan Yevlaxın 5 nömrəsi Emir Rüstəmovdandır. Bu da cərmə zərbəsinin təkrarıdır. Hansı ki, bax, bu epizodda Abdullah Seydəhmədov komandasını qoldan xilas etdi. Zərbə də əla idi. Və təbii ki, qapçının seyvi də həmçinin. Apolinario boşda ona da. Ağcabəyov var. Arsen Ağcabəyov uzaqdan qapıya zərbə. Sinəsi ilə topu dəf edir qapçı Pedro Mateusz. Dayana bilmir. Bu az əvvəlki epizodun təkrarı da hansı ki Arsen Ağcabəyov var. Belə bir təhlükəli zərbə endirdi və Pedro Mateusz zərbəni bu cür dəf etdi. Və tez də qazandı Şamaxı. Oruc Məmmədov cərmə meydançasında Oruc. Ondan ötürmə Rüfətə. Rüfətdən qapı qarşısında bir qədər sərt ötürmə alındı. Rossi daha incə bir ötürmə gözləyirdi. Ona yaxın ötürmə gözləyirdi amma bu sərt ötürmə sonunda Rossi də topa toxuna bilmir. Təzyiqlə topu alan Şamaxı qola çox yaxınlaşdı amma buradan indi daha dəqiq izləyəcək. Bax, budur bu epizod və Rossiyə daha yaxın ötürmə edə bilmədi burada Rüfət Abbasov. Hələlik isə əvəz etmədən sonra mı yerinə yetirəcək bu gün zərbəsi? Əvvəl, indi ötürmə edilir qapı qarşısına. Hücum davam edir, qapıya zərbə və gol! Hesab açılır. Mikkels. Karvan Yevlax hesabda önə keçir. Hər şey burada necə baş verdi? Baxırıq bir daha. Budur Mikkels. Başla dəqiq zərbə endirir. Həmin məqamda Rauf Rüstəmli səhv etmirəmsə zədə, yüngül bir zədə vardı, yəni yerdə yıxılıb qalmışdı.
Budur, yox, bu epizod. Emir Rüstəmov. Amma bax, bu ötürmədən sonra Mikels müdafiəçini qabaqlamaqla dəqiq zərbə endirir. Rossi. Rossi'dən Oruca. Oruc yaxın küncə zərbə. Pedro Mateos yerindədir. Və birinci hissənin başa çatdığını bildirir baş hakim Emin Əliyev. Beləliklə 39-cu dəqiqədə Joyceled Mikels fərqlənib və bu qolla Karvan Yevlax fasiləyə üstün durumda yollanır. İkinci hissədə görüşərik. Baş hakim Emin Əliyevin startı səslənir və Karvan Yevlax Şamaxı maçında ikinci 45 dəqiqə başladı. Ötürmə. Qarşılıq var burada. Yerdə yıxılan futbolçu var Şamaxı komandasında. Hakim davam deyir, qayda pozulmayıb deyir. Və Şamaxı futbolçularının etirazı var. Arsen Ağcabəyov cərimə meydançasında yıxılıb, ayağını tutub. Kapitanın yanına gedir. Bax, bu epizodda baxırıq bir daha. Arsen Ağcabəyov, topa ilk toxunansa burada Arsen Ağcabəyov oldu. Hər halda yaranmış fasilə bununla bağlıdır və hakim bilir ki, heç nə yoxdur. Ötürmə Həbib istiqamətinə. Həbib topladı. Dayandı, ayaq saxladı. Baxır, ondan ötürmə amma. Və qapı qarşısında təhlükə var. Küncdən zərbə işarə edir hakim. Şamaxının daha bir hücumu təhlükəli alınır. Baxırıq bir daha epizodun təkrarına. Budur. Dəyərli həmkarım Rasim Əliyevə təşəkkürümü bildirirəm bu məlumatlar üçün. Şamaxı komandasında 2 dəyişiklik ediləcək. Hələlik isə ötürmə gəldi qapı qarşısına. Zərbə imkan verilmir. Trkoviano zərbə qarşılığı var. Qarşı salındı. Çıxardılar topu təhlükəli zonadan Karvan Yevlax futbolçuları. Və topa kimdə ateş atacaq? Ötürmə. Oyundan kənar vəziyyət ehtimalı var, amma epizod bitməlidir. Thompson Gavi qapıcı da imkan vermədi burada və oyundan kənar vəziyyət. Hansı ki, bax, bu epizodda Rüfət. Rüfətdən ötürmə gəlir qapı qarşısına. Uzaq dirəyə doğru. Həbib. Qarşılığı var burada. Zərbə imkan verilmədi, topu çıxardılar. Amma hələ ki təzyiq davam edəcək. Növbəti zərbə Pedro Mateos. Bu dəfə necə zərbə indirilir? Qeyri-dəqiq. Nələr yaşanır? Karvan Yevlaxın qapısı qarşısında David Santos'un son zərbəsi qeyri-dəqiq alındı. Ondan əvvəl Cesar Enrique'nin zərbəsini qapıcı dəf etdi. Baxırıq bir daha epizodun təkrarına. Nələr yaşanır, nələr? Bax, bu zərbə qapıcı dəf edir. Ardınca daha bir zərbə oldu, amma həmin zərbə qeyri-dəqiq alındı. Bu isə müəyyən boşluqlar verir. Əks hücum şans var meydan sahibləri üçün. Daha bir qol vurmaq mümkün olacaqmı? Thompson Gavi. Gavi. Topa nəzarəti bir anlıq itirir və bu isə Abdullah Seyid Əhmədova imkan verdi ki, özünü topa çatdırsın. Rüfət. Artıq elə bir durum yaranıb ki, Şamaxıda kimin hansı mövqedə oynadığını demək belə çətindir. Rüfət soldaydı, sağa gəlib. Santos hücum zonasında oynayır. Baxırıq bir daha. Burada Barkerlə mübarizədə. Top mübarizəsi idi, qayda pozuntusu yoxdur deyir hakim və finalti səsləndirir. Finalti səslənir və bu isə deməkdir ki, Karvan Yevlax komandası çempionatda ardıcıl ikinci ümumilikdə isə üçüncü qələbəsi qazanır. Xal ehtiyatını 14'e çatdırır. Reportajın ərsəyə gəlməsində əməyi olan bütün həmkarlarıma təşəkkürümü bildirməklə yayımı yekunlaşdırırıq. Şərhçiniz Pərviz Musayev idi. Yenidən görüşərik. Salamat qalın.